Kirayədə qalıram, orada, burada, qonaqlara və bir onun evində qalıram. 4 uşaqla qalmışam çöllərdə. Müraciətimi hər yer eləmişəm. Elə hər gedirəm, elə deyirlər, tikiləcək. Bir xəbər yoxdur. Hacıqabul rayonunun Məsəti Gəncəvi küçəsində yaşayan Hüseynovlar ailəsi evsiz qalıb. Qaynar xəttimizə müraciət edən ailə başçısı bildirib ki, 2024-cü ildə sel nəticəsində evləri qəzalı vəziyyətə düşüb. Hazırda çıxılmaz vəziyyətdə qalan ailə aidiyyatı qurumdan kömək istəyir. 12 oktyabr 2024-cü ildə sel gələndən bəri icra nümayəndələri də gəlib, hamısı gəlib yoxlayıblar. Sənəd də veriblər ki, bu evdə də yaşamaq üçün təhlükəlidir. Hələ bir xəbər yoxdur hələ. 3 dəfə yardım ediblər, bir dəfə 200 manat, bir dəfə 150 manat, bir də 100 manat. Düz 10 gün, 15 gün həyətdə su qaldı. Çəkdilər, yəni təzədən pajarlı su vuran kimi çölə 10 man həyətindən yenə bassa yenə girdi həyətlərə. Bir ildir də bu vəziyyətdədir. Deyirəm ki, bu uçacaq axırı, o seldən sonra oldu belə. Şəhər mərkəzində bir neçə qəzalı evimiz var və növbəti həftə Nazirlik tərəfindən o evlərə baxış keçiriləcək və bu evlərlə bağlı müəyyən tədbirlər görüləcək. Vətəndaş Hüseynov Eyşən bizim nəzarətimizdədir. Demək olar ki, onun evi qəzalı vəziyyətdədir və onunla bağlı icra hakimiyyəti tərəfindən bir neçə dəfə ona maddi yardım da olunub ki, yəni o artıq öz evində yaşamır və məlumat üçün deyib ki, artıq onun evi uçub. Təbii ki, onunla bağlı da tədbirlər görüləcək, lazım olan işlər aparılacaq.